Dostlar, bir daha salamlayıram kim rast gəldisə bu videoya, xoşbəxtlik arzuyuram. İliniz düşərli uğurlu olsun deyirəm. Bir neçə açım eləmişəm səhərdən və maddiyyatla əlaqəli açmasam, yəni düz olmaz. Mütləq maddiyyatla əlaqəli də istəyirəm bir açım eləyim bu il. Bu il üçün sizə, il üçün baxacağam. Maddi vəziyyətiniz bu il necə olacaq sizin? Və mən əminəm ki, inanın boş yerə deyil. Ümumiyyətlə, heç nə həyatda, hər şey qanuna uyğun baş verir. Və indi siz rast gəlirsiniz bu videoya. İndi ola bilər, birinci elə mənim bu maddiyyatla əlaqəli videoma rastlaşırsınız. Dəxli yoxdur. Ümumiyyətlə, bu videoya kim baxırsa, indi bu maddiyyatla əlaqəli videoya fərqi yoxdur. Ardıcıl olaraq baxıb rastlaşdınız və yaxud da birinci buna rastlaşdınız, fərqi yoxdur. Əminəm ki, maddiyyatla əlaqəli çox böyük uğurlar gözləyir sizi. Boş yerə demirəm bunu. Ola bilsin kainat mənim ağzımdan sizə bu sözü deyir. İçimdən gəlir də, maddi durumunuz çox gözəl olacaq. Özünüzə əmin olun, özünüzü indidən arzunuza çatmış kimi hiss edin dostlar. Yaxşı. Və mən 3 variant qoyacağım. Maddi durumunuz necə olacaq bu il? Hansı tərəfə gedəcək? 3 variant qoyacağım. Birinci variant, ikinci variant, üçüncü variant və birinci kartlar olsun indiki durumunuz və hansı tərəfə gedir, necə olacaq? 1, 2, 3. Və mən birinci variantdan başlayıram dostlar. Hal-hazırda, baxın, hal-hazırda bir çoxunuz, baxan insanların çoxusu işləyirsiniz, pis deyil. İnanın ki, getdikcə artasıdır. İşiniz yüksələsidir. İşləyirsinizsə işiniz, görürsünüz, baxın, başa salacağım sizi. Bəlkə də maraqlı deyil sizə belə göstərmək. Bunlar monetalardır. Zaten pula aid kartçı, moneta kart. Bu damadır. Bu da karol da. Deyək ki, bu bilirsiniz də dama karol nədir? Bu karol damadan həmişə yüksəkdir. Başa düşürsünüz? Baxın, indiki durumunuz damadır. Yaxşıdır, işləyirsiniz. Normaldır. Normala gedir və yaxud da. Amma daha da güclü olacaqsınız. Daha da artacaqsınız. Və sizə mən burada görürəm ki, kimsə poddeşka eləyən adam da görürəm. Nəyəsə başlamaq istəyirsinizsə, ola bilər kimsə sizə köməyi dəyəcək başlanğıcda. Sonradan isə özünüz davam eləyəsi olacaqsınız. Çox əla olacaq. Maddi durumunuz getdikcə yüksəlir. Əla olur birinci variant. Keyf eləyin. İkinci variant, baxın. İkinci variantda güclü insandır. Güclü insansınız. Özünüzə əmin insansınız. Biraz burada məsələ nə deyirəm? Siz özünüz, baxın, görürsünüzmü? Baxın. Bax, güclüsünüz, əminsiniz. Özünüz. Bax, görürsünüz, bu lazımdır buna. Burada durur. Bu öz işini biraz çətinləşdirir. Və yaxud da sizə mane də ola bilər kimsə. Belə deyim də, ikinci variant. Siz özünüzə əminliyiniz var bu dəqiqə. Amma özünüz nəyəsə və yaxud da kiməsə görə öz işinizi biraz çətinə sala bilərsiniz. Və yaxud da bütün yükü öz üzərinizə götürmək xüsusiyyətiniz var. Özünüzə lazım olanda, olmayanda, yəni adiyyatı olanda, olmayanda yüklənmək xüsusiyyətiniz var sizin. Hamının dərdini üstünüzə götürürsünüz, ağırlığını. Özünüzün işini çətinə salarsınız. Eləməyin belə. Yaxşı mı? Belə olmayın. Özünüzə aid olmayan heç nəyə şeyləməyin. Lazım deyil. Özünüzü güclənin, özünüz hədəflərinizə çatın. Varlı olanda, milyoner olanda kiməsə kömək eləyərsiniz. Bütün dünyanın dərdini siz mi çəkərsiniz? Öz işinizi də çətinləşdirməyin. Artıq yükləri götürməyin. Heç kəsə də qulaq asmayın. Həyatınızda bəzilərinizin biraz maniyə kimi olan mən adam görürəm. Əsasda qadındır burada. Nəsə danışır, dırıldayır. Fikir verməyin. Lazım gələrsə yaxınınız belə olsa uzaqlaşın. Yaxşı? Belə olarsa yaxşı olacaq. Üçüncü variant. Bunu tutan insanlar, bir çoxu ezoterika ilə məşğul insanlardır, bir çoxu. İntuisiyanız güclüdür. Hər şeydən anlayışınız var sizin. Çox ağıllı, çox güclüsünüz. Sizi ümumiyyətlə heç kəs aldada bilməz. Siz özünüz istəsəz aldanarsınız və siz özünüz kimi istəsəz aldada bilərsiniz. Manipulyasiya nə istəsəz. Yəni çox güclü adamdır bunu tutan bu üçüncü variantdan adam insanlarda.
Və mən nə demək istəyirəm dostlar? Hal-hazırda burada da əminlik var. Burada əmin adamdır, hər şeydən anlayışlı olan adamdır. Başlanğıcda da nəsə başlayır burada da. Maddiyyatdan əlaqəli. Və burada belə deyim, yaxşıdır. Hər şeyə nail olarsınız siz. Siz buna qadirsiniz. Özünüzü qorxuzursunuz. Özünüzdə var bu xüsusiyyət. Özünüzü biraz qorxutmaq xüsusiyyəti. Çox bacarıqlısınız, yaxşı olacaq. Sizdə də yaxşı olacaq, yaxşı gedəcəksiniz və burada da kimsə yanınızda, bilmirəm qardaşdır, bilmirəm dostdur, kimsə mən görürəm ki, ola bilsin, bir poddeşka da ola bilər və yaxud da sizi biraz əhatənizdən kimsə, bu variant ola bilər ki, biraz planını cızırsınızmı? Nəsə planınızda biraz sizi narahat eləsə, nəsə deyər. Sizin içinizə biraz narahatçılıq, qorxu hissi var. Boş şeydir. Hər şey həll olacaq. Özünüzə əmin olun. Özünüzü qorxuzmayın. Addımlar atın, sizdə alınacaq. Güclüsünüz. Yaxşı, üçüncü variant. Hər şey yaxşı olacaq. Hər şey gözəl olacaq. Siz nəyə inanırsınızsa, nəyə əminsizsə, o baş verir. Bunu unutmayın. Yaxşı. Həmişə uğur. Uğur gözləyir qabaqda. Ayrı variant yoxdur. Bu qədər dostlar. Çox sağ olun.